Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyrun nasirin və muin. Əziz Təfəkkür 114 TV-nin izləyiciləri, sizləri bir daha xoş gördük. Sizlərlə yenidən bir arada olmağa çox şadıq. Suallardan biri budur ki, belə bir deyim var, doğulduğumuz ev bizim qədərimizdir. Nə deyə bilərsiniz bu haqda? Psixoanalizə görə deyilən əslində bu cümlə İslamda həqiqət deyil. İnsanın doğulduğu ev onun qədəridir. Belə bir deyim İslamda özünü doğrultmur. Növbəti sual, deyirlər uşaqların yanında konfliktə icazə verməyin. Nə deyə bilərsiniz? Bəli, illər öncə bu cür deyilirdi ki, uşaqların yanında konfliktə icazə verməyin. Hətta bir film də çəkmişdilər, çocuklar duymasın. Ata-ananın bir konflikti olan kimi çəkilərdilər mətbəxə. Mətbəxdə danışardılar. Uşaq hər şeyi görürdü zaten. Hər şeyi gördü. Uşaq zaten ananın, atanın gözünün içindən bilir evdəki ab-hava nədir. Amma indiki zamanda, indiki modern psixologiyası bu cür deyir ki, sağlam konfliktdə heç bir problem yoxdur. Uşaq elə düzü də, səhvi də görməlidir, bilməlidir. Atanın səhv, ananın səhv, atanın doğru olduğunu və yaxud bir-birlərindən üzr istəmə mərhələlərini də görməlidir. Uşaq çöldə sağlam münaqişənin yolunu bilsin, qaydasını bilsin. Amma məsələ bilirsiniz nədir? Məsələ budur ki, hansının sağlam olmasını yalnız İslam deyə bilir ki, ümumiyyətlə konflikt olmalıdırmı? Bunların yalnız cavabını İslam doğru düzgün verir. Ona görə də bu cümlənin özünün heç bir əsası da yoxdur. Növbəti sual, mənəvi insanlar kimlərə deyilir? Mən deyərdim, təmənnasız işlər görənlər, çox bağışlayanlar, çox mehriban və çox sevgi dolu olanlar, daim özlərinə özü kimi deyil, Yaradanın bəndəsi kimi baxanlar mənəvi insanlar olur. Növbəti sual, əfv etməklə nə etmək olar? Əfv etməklə keçmişi dəyişmək mümkün deyil. Zaten keçmiş yoxdur. Keçmişdə qalmağın özü səhvdir, yanlışdır. Və bu keçmişi dəyişmək mümkün deyil, amma gələcəyi isə dəyişə bilərik. Amma gələcəyin dəyişimi bugünə bağlıdır. Bugün insan nə iş görəcək? Gələcəyi üçün artıq addımlar atmış olur, toxum səpmiş olur. Nəzər haqqında sual eləmisiniz. Nəzər sadəcə fiziki təhlükə deyil, əzizlər. Mənəvi bir hücumdur. Ruhun təmasıdır. Ruhların dialoqudur, belə deyərdim. Gözlə gələn, ağzı olmayan, amma təsiri çox böyük olan bir niyyətdir, belə deyək. Nəzər təkcə düşmənçiliklə deyil, aşırı heyranlıqla da ola bilir ki, insan çox heyran qalır. Əgər sual elə bilərsiniz, bilirəm, ola bilər sualımız yaranacaq, elə buradan deyim. Bəs bizim orada vəzifəmiz nədir? Yəni, biz zaten insanlarla daim təmasdayıq, daim görünürük. Bəs onda nə etməliyik? Orada bizim artıq vəzifəmiz bu ki, biz bu nəzərlə necə davranmalıyıq? Biz hansı addım atmalıyıq? Ona əsas diqqət olunmalıdır. Növbəti sual, deyirlər ki, bağışlamağın bir üzü nurdur, digəri qaranlıq. Nə deməkdir bu? Nur olan əfv, ədalətlə birgədir. Qaranlıq olan isə zalımı gücləndirər. Ədaləti tərk eləyər. Orada ədalət olmaz. Yəni, əslində hər əfv xeyirli deyil. Bəzən əfv olar ki, zalımı gücləndirər. Pisliyi çoxaldar. Yəni, bu əfv heç vaxtı xeyir əfv ola bilməz. Təvazökarlıq haqqında sual eləmişsiniz. Nə deyə bilərsiniz? Təvazökarlıq haqq qarşısında əyilməkdir. Haqq qarşısında əyilmək insanın izzət sahibi eləyir. Çünki qəlbi təmizləyir. Bunu unutmayaq. Bir var bəndə qarşısında təvazökarlıq eləyəsən, bəndəyə görə. Bir də var Allaha görə təvazökarlıq eləyəsən. Belə deyək, bir var insanın alnı səcdəyə getsin, bədən əyilsin, bir də var qəlb əyilsin. Növbəti sual, bir insan nə zaman özünü əzdirir? Sualı vermisiniz. Cavab deyərdim, özünü dəyərsiz sananda, bir başqasının rızasını Allahın rızasından üstün tutanda, bir alqış uğrunda səssiz qalanda, biri qırılmasın, sınmasın, xətrinə dəyməsin deyə
Allahdan uzaqlaşanda. Deməli, hər insanın içində bir ilahi əmanətimiz var, qəlb adında. Ki, Allah deyir, ora mənim hərəmimdir, ora mənə məxsusdur. Mərkəz mənə məxsusdur, qəlbimin mərkəzində mən olmalıyam. Amma əgər sən o mərkəzə özünü qoyarsansa, mütləq ki, başqalarının sözü sənə ağır gələcək. Və başqalarının baxışı Allahın baxışından daha təsirli olanda, deməli, bu insan özünü əslində buraxıb, yəni əzdirib. Məsələn, İmam Həsən əleyhissalama bazarda bir nəfər gəldi, Muaviyyənin göndərdiyi adamlardan biri. Dişinin dibindən çıxan ən pis sözləri dedi. İmam ona nə buyurdu? Dedi, sən burada qonaqsan, sənin evə, eşiyə, yatacağa, geyimə, paltara, yeməyə ehtiyacın olar. Ged evimizdə qonaq qal. Sizcə İmam Həsən əleyhissalam özünü əzdirdi? Xeyr. İzzət sahibi olan insanlar heç vaxt əzilmirlər. Çünki qəlbin mərkəzinə Allahı qoyurlar, özlərini yox. Həmin insan hidayət oldu. Müsəlmançılığı qəbul elədi. Allah bizdən belə İslam istəyir. Allah bizdən belə təbliğ istəyir. Allah bizdən insanları hidayət üçün özümüzdən keçməyi tələb edir. Özümüzdən keçməyi. Allahdan deyil, özümüzdən keçməyi. Növbəti sual deyirlər, Allah kimi olun, yəni nə? Gözəl sualdır bu da. Cavab deyərdim ki, bəndə özünü Allahın öhdəsinə buraxanda, əslində Allah onu özünə bənzədir. Bunu məsumların cavabıdır. Elə məsumlardan sizə çatdırıram ki, insan özünü əgər Allahın ixtiyarına qoysa, Allah onu özünə bənzədir. Növbəti sual, necə edək ki, qəlbimiz Allahla dolu olsun? İnsanın qəlbinin Allahla dolması üçün insan heçliyini idrak etməlidir. Bir şey olmadığını idrak eləməlidir. Əgər insan özünün acizliyini, heçliyini idrak eləyərsə, qəlbi Allahın varlığı ilə dolar. Əslində Allahın elə ən çox sevdiyi insanın halı da elə o haldır. Bir hikmət sahibi deyir, qəlb bir qaba bənzəyir, ona nə töksən, hətta bütün dünyanı doldursan ona, yenə qabın dibində qalar, küncündə qalar. Deməli, dünya ilə qəlb dolmur, yəni doymur. Yenə nə isə istəyir. Onun istədiyi Allahdır. Ki, o qəlbi ancaq Allah doydurur. Növbəti sual vermişsiniz, dua nədir? Dua bir qəbullanmaqdır. Mən edə bilmirəm, ya Rəbb, sən elə. Qəbul edirəm, təslim oluram ki, mən edə bilmirəm, sən elə. Mən çəkə bilmirəm bu yükü, sən üstümdən götür, deyə bilməkdir. Növbəti sual, necə bilək duamız qəbul olduğunu? Bir insan istəyir dua eləsin, eləyəndən sonra bilmək istəyir, görəsən duam qəbul oldu, yoxsa yox. Zaten bilirik ki, qəbul olunmayan dua yoxdur. Dualar bəzən insanın qabağından istədiyini ələ gətirməsə belə insan, hasil olmasa belə, qarşıdan gələn bəladan onu qoruyar, fitnədən qoruyar onu, keçmişdəki günahlarından yuva bilər, daha münasib vaxtda verilə bilər, təzahürü ola bilər, belə deyək. Amma bir dənə mən bir şey deyərdim. Dua edəndə əgər qəlbin titrəyirsə, bu mənim cavabımdır. Bu Allahın sənin duanı qəbul etdiyinin bir işarətidir. Deməli, dua gərək qəlbdən ola ki, qəlbin titrəməsi də baş verə də. Deməli, yenə də burada qəlblə edilən duaya işarə vurulur. Hər göz yaşı kiri silər, hər amin bir zənciri qırar. Yəni, insan haçan ağlayır dua eləyəndə. Qəlbinin acizlik halını hiss eləyəndə. O ki, ağlayır, ağlayanda həmin o göz yaşı deyir, qəlbdən kiri silər. Və hər amin bir zənciri qırar ki, o da qəlbən deyiləndə. Yenə də fikir verirsinizsə, mövzu ancaq qəlb üzərindədir. Sual verirlər ki, tövbəyə aid bir misal deyin, bir təşbih. Mən deyərdim, kirli bir paltarı soyunmaq kimidir. Yüngülləşirsən. Tövbə eləyəndə insan yüngülləşir. Kirli paltarı soyundun, yeni bir paltar geyirsən. İnsana istər-istəməz yaxşı ab-hava verir. Tövbənin özünün hədislərdə gəlib ki, 16 əsəri var. Bunların bugünkü verişimizin zamanından kənardır bu mövzunu danışmaq. Amma
Deyərdim kirli bir paltarı soyunmaq kimidir, yüngülləşməkdir. Sual budur ki, deyirlər tez tövbə eləyin, yəni yubatmayın. Hədislərdə gəlib ki, 5-7 saat vaxt verilir. Çalışın, tez tövbə eləyin, zamanı gecikdirməyin, sabaha, bu günə saxlamayın. Buna aid bir misal istəmisiniz ki, təşbih ki, insan biraz oyansın, silkələnsin. Bir kibritin bir xalçaya düşməsi kimi. Kibrit əlimizdən düşdü xalçanın üzərinə, başladı yanmağa xalça. Düşən kimi görərsən bir balaca bir deşik əmələ gəldi. Amma da gözləməzsən ki, bu deşik böyüsün, 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 bütün xalça yansın, ev yansın. Deməli, onu nə qədər tez götürsən, az zərərlə çıxarsan. O mənada misalı çəkdik. Bu günlük elə bilirəm kifayət eləyər əzizlər. Vaxtımız tamam olur. Sizlərlə xudahafizləşirik. Sizləri Allaha həvalə edirik. Allaha əmanət olun. Allahın pənahında qalın. Növbəti suallarınızı gözləmək ümidi ilə, sizlərlə görüşmək ümidi ilə xudahafizləşirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.